Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün psixologiyadan danışacağıq. Psixoloji pozuntu, psixi xəstəliklərin bugün müasir formada təqdimatları, müalicə, müayinə üsulları. Ümumiyyətlə, illərə bağlı olan, amma son dönəmlər insanlar tərəfindən tədricən qəbullanmağa başlanan insan psixologiyası bugün hansı ölçüdədir, hansı parametrlər bizi ciddiyyətə səsləyir və müasir texnologiya, avadanlıq və cihazlarla, müalicə metodlarından danışacağıq. Təbii ki, mövzu ilə bağlı müzakirə etmək üçün studiyamıza dəyərli və peşəkar həkim, psixoterapevt Elmir Əkbərdir. Doktor, xoş gəldiniz. Sizi görmək çox xoşdur. Təşəkkür edirəm, dəvətimi qəbul etdiniz. Bugün çox insanlara sağlam mesaj verəcək. Mən düşünürəm ki, bir proqram, bir veriliş olacaq. Çünki bugün müasir psixologiyanın bugünkü durumundan, müalicə və terapiya üsullarından danışacağıq. Hansı ki, bir çoxumuza bəlli deyil. Amma əslində bu var. Buyurun. Ülviyə xanım, mən sizə dərin təşəkkürümü bildirirəm. Birinci növbədə çox sağ olun ki, bu fəaliyyətinizdəsiz. Allaha təşəkkür edirəm ki, bizim xalqımızın, Azərbaycanımızın Ülviyə Murtuzovası, Ülviyə xanımı var. Çünki siz birinci növbədə insanlar, xalq, vətəndaş, dövlət, ölkə üçün çalışan bir insansınız. Yəni, təəssüf ki, indi ümumiyyətlə yer üzündə belə insanların sayı azdır ki, sırf hansısa daha ali dəyərlərə xidmət göstərsin. Çünki dünya bir mənada da cılızlaşıbdır da, insanlar çox merkantilləşiblər. Ona görə də Allaha təşəkkür edirəm. Sizə təşəkkür edirəm ki, bu peşənizin başındasınız, bu sükanın arxasındasınız. Çünki sizdən başqa heç kim bunu bacarmır, heç kim eləyə bilmir. Baxın da başqa hansısa bir tibbi layihəciklərə, heç psixoloji layihə ümumiyyətlə yoxdur, amma tibbi layihəciklərdə, yəni nə bərbad vəziyyətdə insanları necə yanlış məlumatlandırırlar, necə yanlış istiqamətlərə yönləndirirlər. Və mən də sizə deyirəm, xoş gəlmişsiniz, qayıtmışsınız, xoş qayıtmışsınız vətənimizə, həmişə elinizdə, obanızda, həmişə sizi sevən Azərbaycan xalqının içərisində olasınız. Allah heç zaman əski eləməsin sizi. Çox sağ olun, təşəkkür edirəm. Bəli, əslində psixologiya ciddi elmi, hər zaman deyirəm ki, elmi təcrübə və praktik, elmi bilik və praktik təcrübə tələb edəndir. Bəzən bu sözü deyəndə deyirlər ki, bu nə? Amma deyirəm, diqqətlə onun təhlilinə varanda elmi bilik əslində bizim aldığımız elmi təhsil, belə deyək də, ali təhsil deyil. Orada bilik, necə ki, biz bilik və savad məsələsinə hər zaman müqayisə edirik. Burada sözün əsl mənasında elmi biliklərin toplandığıdır və praktik təcrübədə olmadan bilirik ki, psixoterapiya, psixologiyada mümkün deyil. Yenilənən bu elmin inkişafı, necə ki, siz, mən hər zaman müşahidə edirəm və hərdən də elə yaxınlarımı da deyirəm, yaxşı anlamda qibtə edirəm ki, nə qədər mütaliə etmək, nə qədər yeniləşmənin üzərindən özünü inkişaf etdirmək və bunların müasir psixologiya, psixoterapiyanın bizim bugün tamamən fərqli bir aləmdə, bəlkə də çox şeyləri bilmədiyimiz bir dünyaya gətirir. Ona görə də sizdən bugün o bilikləri oğurlayıb paylaşmağı istəyəcəm. Bugün müasir psixologiya, ümumiyyətlə xəstəliklər, bilirik ki, psixoloji pozuntu və psixi xəstəliklər heç bir zaman yox olmayıb, hər zaman var olub, bugün də vardır. Bəzən bizə elə gəlib ki, bunlar elə həyat tərzidir, bunlar xarakterə, xüsusiyyətə bağladıq, insanın müəyyən temperamentinə bağladıq, bunların ciddiyyətə varmadan psixoloji xəstə olaraq bunları qəbul etmədik, çünki bəlkə də etmək istəmədik, ona görə yaranır. Amma bu günlərin müraciətlər onu göstərir ki, doktor, ciddi problemlər var, bunu qaynaqlandıran səbəblər də var, bəzən yanlış müalicənin qurbanı olan pasiyentlərin də sayı çoxalır. Bugün problemlər var. Əvvəlki bir neçə il öncəki durum və bugünkü durum bizdə psixologiya və psixoterapiyada nəyi göstərir?
Demək, mən özəlliklə vurğulamaq istəyirəm, təbii ki, sualın bilavasitə cavabına keçməzdən öncəki Ülviyə xanımın bir səfəri ki oldu, o, əziz tamaşaçılar, sırf səyahət, istirahət üçün deyildi. Yəni, Ülviyə xanım səfərində belə bizlərə, sizlərə, Azərbaycanın xidmətindən dayanmamışdı. Niyə bu sualdan bilavasitə bağlıdır dediyim məlumat? Ona görə ki, nəhayət Azərbaycanda dünya tibbində, dünya psixologiya, psixoterapiya elmində istifadə olunan ən müasir müalicə üsulları və ən müasir yanaşma tətbiq olunacaqdır. Nədir bu? Gələn irəliləyən dəqiqələrdə detallı olaraq hər birimiz sizi məlumatlandıracağıq. Amma təbii ki, psixoterapiya çox güclü inkişaf eləyir. Təəssüf ki, bizim vətənimizdə tibbin başqa sahələri, məsələn, onkologiya. Mən deyərdim, bugünkü gün Azərbaycanda onkologiya tibbin ən inkişaf eləmiş sahələrindən biridir. Və mənim konsultasiya elədiyim bir vətəndaşımız, hansı ki, çox inkişaf eləmiş bir əcnəbi ölkədə yaşayırdı. O, həmçinin onkoloji müalicə alırdı. Vətəndaşlarımız bilsinlər ki, bu adi sıradan bir şeydir. Onkoloji müalicədən əvvəlki zamanlarda kimi qorxmaq lazım deyil. Vaxt var idi, vərəmdən qorxurdular, qripdən qorxurdular. İndi vərəm yeganə xəstəlikdir ki, birinci kurs tələbəsinin belə onu müalicə eləməyə savadı çatır tibb universitetində. Onkologiyada belə çox asanlaşıb və bura gələndə orada müəyyən bir iynələr tətbiq olunur. Mən indi o detallı tam qorxuram, yanlış deyərəm, deməyim də düzgün deyil. Hansı ki, o müəyyən bir zamandan istifadə olunur və burada olanda təbii ki, bizim dəyərli onkologlarımıza müraciət olunur ki, onu realizə eləsinlər. Çünki insan Azərbaycandadır. Bilirsiniz, hər dəfə, yəni bu dəfələrlə olmuş bir hadisədə mənim rastlaşdığım, mənim qohumlarımın, dostlarımın, doğma bildiyim insanlar olubdur ki, məsələn, Böyük Britaniyada mənim bir qohum yaşayırdı. Bax, elə keçən yay gəldi, eyni səhnəni də burada müalicə alırdı. Başqa da ölkələrdən gələn çoxlu sayda insanlar deyir ki, Elmir, mən təəccüb eləyirəm ki, mən fikirləşirdim ki, ilahidə mən gəlmişim. Tutaq ki, məsələn, İsveçrədən gələn var idi, dediyim kimi, İngiltərədən. Fikirləşirdim ki, görən mən bunu mütəxəssis tapacağım Azərbaycana. Mənə dedilər ki, siz bir ətək pul verib, xüsusi soyuducuda, konteynerdə bu iynəni nəyə gətirmişsiniz bura? İllərdir bizdə bu tətbiq olunur. Baxın, burada hələ risklə ki, o xarab olub tərkibi yoxsa, bizdə var, nəyə gətirirdiniz? Yəni, o qədər belə müsbət geri dönüş var ki, bizdə bu qədər inkişaf edib. Ancaq təəssüf ki, Xoşqədəm xanımızdır, yazıqlar olsun ki, psixoterapiya haqqında biz bunu deyə bilmərik. Və bunun da məsuliyyəti birinci növbədə, bax bu sosial şəbəkələrdə deyim, Instagramda, TikTokda, saxta özünü psixoloq, psixoterapevt adlandıran mütəxəssisciklərin sayəsindədir ki, insanlar onları görür. Bəzilərinin o anormal davranışından heç ona üzünü tutmadan artıq nəticə çıxarır. Bəzilərinin hiləgərliyinə aldanıb yanına gedib geri qayındır, vay, bu nə idi? Elə bil ki, o Molla Şeyx Nəsrullah var idi, Cəlil Məmmədquluzadə, elə bil onun yanına getmişdim. Yəni, belə-belə bizim sahəni böyük bir kölgə altına qoyublar. Ancaq bütün dünyada psixoterapiya, psixoloji pozuntuların, psixiatri xəstəliklərin müalicəsi çox inkişaf edib. Daha əvvəlki, yəni ilk dəfə necə yaranıbdır? İnsanları qoyurdular taxta çəlləyin içərisinə, təsəvvür edin ki, təşvişi ya depressiyası fırladırdılar dayanmadan ki, bəlkə buradan bir nəticə alsınlar. Nə bilim, buzlu suya salıb çıxardırdılar soyuqda. Nələr tətbiq eləməyiblər ki, bu xəstəliyi müalicə eləsinlər. Amma indi çox gözəl müalicələr var. Artıq əvvəlki zəmanə deyil, mənim əzizlərim, bizim vətəndaşlarımız bilsinlər. Daha o qədim preparatlar ki var idi, 1/4 içirdi. Nə bilim, 2 həftə zombi vəziyyətində yazıq insan gəzirdi. O dərmanların tarixi bitib. Bəli, təəssüf ki, bəzi müasir tibbdən xəbəri olmayan həkimlər yenə də elə dərmanlar yazır pasiyentlərə. Ancaq bu yanlışlıqdır. O təhlükəli, o ağır dərmanlara sizin artıq ehtiyacınız qalmadı. Artıq müasir, zərərsiz,
sizin həyatınızın hər bir sahəsində faydası olan, təkcə sizin xəstəliyinizi deyil, sizin həyatınızı tənzimləyən müalicə üsulları var. Hansılardır? İrəliyən dəqiqələrdə onları detallı sizə açıqlayacağıq. Yetər ki, siz məyus olmayın, doğru ünvana gəlin. Ülviyə xanımın rəhbərliyi ilə Azərbaycanda psixi və nevroloji mərkəzdə biz ən müasir xidmətləri sizə göstəririk. Bəli, geniş və dolğun çıxışınız üçün təşəkkür edirəm, doktor. Demək, biz psixonevroloji mərkəzin yaranmasını da elə düşünərək elə bərabər qərar verdik və yola çıxdıq və burada həqiqətən də illərini və ağır və ciddi xəstəliklərlə çalışan həkim heyətini topladıq. Mən buradan elə siz daxil olmaqla bizim dəyərli həkimlərimizə dərin təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul etdi və bizimlə müştərək bir yola çıxdıq. Təbii ki, burada bizim tibb elmləri doktoru, professor, narkoloq, psixiatr Araz Ərquliyevdir. İnşallah nəsib qismət olarsa bu həftədə onunla bərabər də görüşümüz də olacaq. Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktor Arazman Çöhrülalidir ki, artıq bunlar psixiatriya sahəsində öz möhürlərini və imzalarını qoymuş insanlardır və eyni zamanda da həkim psixoterapevt, mən deyərdim ki, nəinki Azərbaycanda Tibb Universitetinin məzunu, eyni zamanda Avstriya məzunu, hansı ki, psixiatriyanın vətənidir və oradan olan inkişafın qığılcımları bizə doğru gəlib. Oradan, bilmirəm, bəhrələnmək bir başqa dünyadır. Çünki mən necə ki, bir şeyi gözlə görmək üçün mən həmin yerə ərinmədən uzaq bir məsafəni qət edərəm. Çünki onun varlığını özün görüb yaşamaq başqa bir şeydir, doktor. Buradan oturub, məsələn, belə deyək də, hibrid təhsil, distant təhsillə oxumaq, gedib həmin o ölkədə yaşayaraq, oxuyaraq təhsil almaq qədər çox fərq var. Təbii ki, ədəbiyyatlar eyni səviyyə ola bilər, amma o mühitə düşmək fərqli bir şeydir. Təbii ki, Avstriya məktəb məzunu və Amerika təcrübəli doktor. Buna görə də bu insanların ortamında həqiqətən də peşəkarlıq göstərilir. Hər zaman maddiyyatı deyil, bizdə olan keyfiyyət və mənəviyyatı, insanların ruhsal inkişafını nəzərə alaraq bu yola çıxdıq və inanıram ki, problemi olan necə ki, bizə müraciət edəni Allaha şükürlər olsun ki, bəhrəsini də görürlər, müalicələrimiz də gedir də və burada əlavə hansısa dünyada yeniliklər varsa, hansısa bir cihazların, aparatların gətirilməsi əgər bizə daha çox fayda verəcəksə, çünki insanlar bəzən bundan məlumatsızdır. Hər zaman psixoterapiya deyiləndə bir də xüsusi olaraq istəyəcəm buna aydınlıq gətirək, doktor. Bəzən düşünürlər ki, psixoterapiya ümumiyyətlə psixoloji problemin həlli elə həkimə gəlib dərmanı yazıb və yaxud da onu məcburən orada yatılı vəziyyətdə müalicədir. Bizdə hələ danışaraq, sən sərbəstsən seçimdə, heç kəs səni məcbur hardasa yatılı vəziyyətdə saxlamaq iqtidarında deyil, o səlahiyyət kimsədə yoxdur və yaxud da dərman da içməlisən deyə bütün xəstə elə bir terapiya da yoxdur. Məsələn, biz bir neçə ciddi xəstəliklər var ki, ağırlaşmış mərhələyə əgər tam qədəm qoyub kök salmayıbsa, heç birində dərman istifadə olunmur. Psixoterapiyalar və müəyyən texnikalar var ki, onlarla işləyərək bəzən də bu insanlara biraz, siz necə, dünya qədər qəribə gəlir, doktor. Yəni, deyir, necə insan sözlə danışaraq müalicə edə bilər də. İndi mən birazdan az sonra danışacağıq. Burada Platonun, Freydin bu insanın ruhun və bədənin təzadlarından danışanda bəlkə də o danışıqlar insanlarda bir az fərqli düşüncə yaradar. Ümumiyyətlə, bax, bu dar çərçivədə bu düşüncədən niyə çıxa bilmirik, doktor? Niyə düşünürük ki, elə psixoterapevt müalicə, psixoloji konsultasiya ilə gəldim, dərman içdim də bitir. Çox gözəl sualdır, amma bundan öncə bayaq səsləndirdiğiniz bir fikrə də qayıtmaq istəyirəm ki, əziz xalqımız, dəyərli izləyicilər, tamaşaçılarımız bilsinlər ki, doğrudan da ümumiyyətlə psixoterapiyanın, psixologiyanın, elə psixiatriyanın özünün də vətəni Avstriya, Viyana şəhərdə. Allah oranı seçib də. Necə ki, məsələn, bütün dinləri, monoteist dinlərin, üzr istəyirəm, Yerusəlimdə, belə deyək də, o şəhər həm bütün İbrahim dinləri, Avraham dinləri deyirlər də, Yahudilik, müsəlman dini, xristiyanlıq oradır, beşiyi oradır. Eləcə də bu üç elmin də beşiyi Viyana şəhəridir. Orada Azərbaycanı
yenə deyirəm, psixologiya, psixoterapiya sahəsində ilin ən vacib hadisəsi sentyabr ayının əvvəlində olanda Azərbaycanımızı məhz dəyərli Ülviyə xanımla birgə təmsil edəcəyik və doğrudan da psixologiya sahəsində də, tibbdə də gözəl dediniz, distant təhsil mümkün deyil. Bəli, bəzi şeylərdə distant iştirak eləmək olar, amma təhsilin özü mümkün deyil. Və qayıdım nəyin üzərinə? Konkret sualınızın cavabı budur ki, bəli, heç bir təhsili olmayan, ən yaxşı halda hansısa saxta bir kantorda yalançı bir kurs keçib, belə də özlərinin çap elədikləri ChatGPT ilə, diplomlar, sertifikatlarla özünü psixoloq adlandıranlar bir yana, amma təəssüf ki, axı bizim doğrudan da heyif o diploma ki, onu onlar daşıyırlar. Ali təhsilli bəzi üzdən İraq həkimlər, ağ xalatlı qulyabanılar var ki, yəni bizim həkimlərə, tibbə layiq olmayan biriləri. Məsələn, nevroloq olduğu halda, psixiatr olduğu halda və bəzən psixoloqlar da var. Özlərini psixoterapevt adlandırırlar. Və pasiyent də gedir bu psixiatrın yanına, deyir ki, hədə filan kəs, üzr istəyirəm, Muxməmmədov Gülməmməd Nurməmmədoğlu psixoterapevtdir, getdi yanına bir ətək pul tökdü və onu dinlədi 10-15 dəqiqə. Və resept yazdı, bu dərmanı get iç. Və insan da elə bir ki, elə psixoterapevt budur. Soruşanda ki, siz hansı metodika ilə, neçə seans müalicə, psixoterapiya seansı götürdünüz? İnsan bilmir, nədən gedir söhbət. Bəli. Baxın, psixoterapevt, psixoterapiya aparan mütəxəssissə, yəni bu xüsusiyyət onda olmalıdır. Təkcə bu xüsusiyyət olmalı deyil. Ha, təbii ki, onun təhsili, Səhiyyə Nazirliyinin tanıdığı diplomu, vəsiqəsi olmalıdır. Bu niyə görə lazımdır ki, yəni bu adam özü çap eləməyib də, gedib Türkiyədə, Rusiyada, Ukraynada, Gürcüstanda pul verib almayıb bunu. Amma sizə deyim ki, doktor, onun müəyyən bir sənəd arayış almağımız üçün biz müəyyən bir orqanlardan belə deyim, müraciət eləyəndə oradan artıq həmin bu sənədlərin müqabilində istədiyimiz sənədlər verilmir. Onlar onu bütün sistemlərdə axtarışa vururlar. Artıq yəni bunu biz bu işdə anlayışı olmayan kiməsə göstərə bilərik. Amma dövlət səviyyəsində biz bunu özümüzə başqalarına təqdim edə bilmirik. Yenə də orada məhdudiyyətlər var. Yəni bunu da həvəslənib, arzulanıb düşünməsinlər ki, bugün hansısa bir müəssisədə Elmir bəy rəhbərlik edirsə, o sizdən sənəd istəyəcəksə, rəsmi qeydiyyatlı, möhürlü, rəsmi sənəd istəyəcəksə, siz elə o sənədi gətirməklə elə biz bunu rəsmi kimi qəbul edəcək. Belə bir anlayış yoxdur. Çünki bir neçə qurumlardan burada artıq Dövlət İmtahan Mərkəzinin həmin rəsmi səhifəsindən çıxmalıdır. Təhsil Nazirliyinin qeydiyyatı siyasından çıxmalıdır. Səhiyyə Nazirliyindən çıxmalıdır. Bunlar bir neçə il təsdiqdən sonra həmin o qurumlar sənə o sənədi verirlər. Yəni artıq bəlkə də bunları o qədər yanlış düşüncələrlə bunları sevindiriblər ki, yəni sən elə bunu hər yerdə istəsən belə bu sənəd keçərlidir kimi bir anlayış yoxdur. Ona görə deyirəm ki, güclü nəzarət var və heç də rəsmi sənəd təqdim etmək, yəni adi bəsit bir şey deyil. Bu əslində məsuliyyətdir, bu insanın özünün bir öhdəliyidir, bir vəzifədir. Ona görə də fikir verin. Baxın, bu Səhiyyə Nazirliyi ki, düşdü bir ara bu dələduzların üzərinə. Həmin o fırıldaqçı adını yalandan psixoloq deyən, amma heç ümumiyyətlə təhsil olmayan birilər, hamısı qaçdılar. Hamısı klinikalarda artıq çalışmırlar. Taxçalarda, boğçalarda, zirzəmilərdə, hansısa plaza deyirlər, belə, plaza deyəndə ki, istədiyiniz yerdə, istədiyiniz ölkədə, hətta istədiyiniz qəsrdə belə siz pulunuz varsa, gedib kirəyə götürə. Bunların da həcinin puludur, bunların cağırdı. Gedir kirəyə pul verir, oturur orada da, qutardı, getdi. Yəni bu amma, yəni dövlət nəzarəti sırf klinikadadır, vətəndaşlar da güvənərək klinikalara, xəstəxanalara müraciət eləyə bilərlər. Çünki orada Səhiyyə Nazirliyimizin, təbib sisteminin, ümumiyyətlə dövlətin müxtəlif strukturlarının nəzarəti var. Bəli. Və orada gəlib heç kim orada öz belə fantaziyalarını, öz xəyallarını, öz fırıldaqlarını reallıq kimi təqdim eləyə bilməz. Klinika rəhbərləri tərəfindən işə götürülən insan resursları tərəfindən araşdırılana bütün sənədlər baxılır və onlar da orada əyləşənlər də bunların hansı daşıyıcıya qüvvəyə sahib olacağını gözəl anlayan insanlardır və ona görə də ən keyfiyyətli, dəyərli və peşəkar insanları məhz klinika şəbəkələrində çalışan, klinik fəaliyyətlə məşğul olan insanlardır. İndi bu və digər səbəbdən
ola bilər çalışmaq imkanları deyil, başqa yerdə müstəqil də bu sahəni bitirib çalışanlar ola bilər, amma biraz praktik təcrübələri o olmaya bilər. Bunlar da var. O fəaliyyət də yenə də müəyyən dövlət strukturları tərəfindən tənzimlənir. Bəli. Bilirsiniz, dövlət tərəfindən tənzimlənməyi mən belə şərt olaraq hər dəfə işıqlandıranda məni düzgün anlasınlar. Yəni bunun müqabilində mən nəsə bir üstünlük, nəsə bir geri dönüş, heç bir qazancım yoxdur. Sadəcə bunu ona görə vurğulayıram. İnsanlar bilsinlər ki, orada demək güvənə bilərsiniz ki, bəli, bu insanın fəaliyyəti qanunidir. Mən niyə görə deyirəm hər dəfə çox sağ olun, ey vaxt Allah sizi, sevdiklərinizi qorusun ki, şərait yaradırsınız, xalqımızla kontakta, təmasa girə bilirik biz. Hər dəfə sizin sayənizdə vətəndaşlara deyirəm ki, analizlərə gedəndə, gedin dövlət müəssisələrinə, sığortayla, heç bir pul ödəmədən, bütün qan analizlərinizdən keçin, MRT, KT, digər laborator, instrumental analizlərdən keçin. Niyə görə? Ona görə ki, təəssüf ki, bəli, bəzi dələduzlar geri dönüş pulu aldıqlarına görə sizi konkret ya öz işlədiyi müəssisənin MRT-sinə yollayır, ya başqa bir sövdəsi olan faiz pul aldığı yerə göndərir qan analizi vermək üçün, MRT, KT müayinəsindən keçmək üçün. Halbuki heç bir problemdə, psixoloji sıxıntılarda, istər panik atak, təşviş, həyəcan pozuntusu, depressiya, obsessiv-kompulsiv pozuntu və s. və ilaxır. Hətta ən ağır psixiatrik xəstəliklərdə belə şizofreniya olsun, Azərbaycanda heç bir qan analizi sizə heç nə verməyəcək. MRT, KT heç nə göstərməyəcək. Bu müayinə üsulları bunlar üçün deyil. Bəli. Bunlar beyində orqanik gedən proseslər üçündür. Sizi aldadırlar, pulunuzu oğurlamaq üçün bunu eləyirlər. Ona görə gedin güvənli dövlət klinikalarına, Azərbaycan Səhiyyə Nazirliyinin, təbibin, digər dövlət strukturlarının nəzarətində olan müəssisələrə gedin. Yəni, həm pulunuz cibinizdə qalacaq, həm də nəticəni doğru deyəcəklər sizə. Və bilirsiniz niyə? Artıq əskik MRT, bilirsiniz, həm insanların düzdür, maddi zərərə pulları gedir, həm görürsünüz deyirlər, sağalan deyil. Niyə görə? Ona görə ki, ümid gedibdir. Bax, o saxta nevroloqunmu, kardioloqunmu, terapevtimi, kiminsə, İraqda yaxşı mütəxəssislərimizdən pul almağı üçün bunları yanlış ki göndərir, git filan yerə, gəl bura panik atakın, təşvişin, depressiyanın müalicəsini yazmışsın. Və bir də orqanizminiz şualanır hər dəfə, lazımsız yerə. Bu artıq şualanma da, sonra deyirlər, niyə xəstəliklərin sayı artır? Bax, belə şeylərə görə xəstəliklər artır. Bəli, bizim elə keçənlərdə məhz Milli Onkologiya Mərkəzinin dəyərli həkim radioloqu Anar Kazımov, hansı ki MRT üzrə demək olar ki, ən məşhur həkimlər kimi siyasında bəlkə də birincilərdəndir. Onun belə özü etiraf etdi ki, əgər ağırlaşmış 4-cü mərhələyə qədər və yaxud da gördüyümüz ciddiyyət yoxdursa, biz onu MRT-yə belə hələ yazmırıq. Söhbət onkoloji xəstəlikdən gedir. Burada ultrason müayinəsinin və tomosintezin belə yetərli olan məqamları olur ki, bəzən burada belə biz dayanırıq. Yəni, bunun bu qədər peşəkar insanın deyilişi, baxın, hələ o ki, qaldı psixoterapiya və psixoloji xəstəliklərdən. Biz bu haqda da danışacağıq. Təəssüflər olsun, reklam fasiləsidir. Doktor reklam fasiləsinə ayrılaq. Çox yaralı yerdir əslində və reklama da keçid etməliyik və fasilədən sonra yenidən mövzumuzu davam edəcəyik. Reklamlar. Reklamlar bitdi. Müzakirəmiz yenidən davam edir. Xatırladaq ki, biz bugün müasir psixologiyanın, müasir psixoterapiyanın, müalicə və terapiya üsullarından danışırıq. Qonağımız həkim psixoterapevt Elmir Əkbərdir. Mövzuya keçid etməzdən öncə proqramımızın baş sponsoru və sponsoruna dərin təşəkkür etmək istəyirəm. Best Beef ət və ət məhsulları 2002-ci ildən etibarən Elite Food Company adı altında və Best Beef markası ilə fəaliyyət göstərən böyük bir müəssisənin fəaliyyətindən söhbət gedir.
gedir, hansı ki hazırda Şərqi Zəngəzur və Qarabağ istehlakçılarının da artıq ixtiyarına buraxılmışdır. Uzun illərdir bizimlə əməkdaşlıq etdiyiniz və bizə göstərdiyiniz dəstək üçün sizə dərin təşəkkür edirəm. Ailə üzvlərimizin, istər yaşlı, istər az yaşlı uşaqlarımızın belə etibarla və güvənlə istifadə edə biləcəyimizə bizə verdiyiniz zəmanətə görə BESBİF sənin seçimin. Proqramımızın ikinci sponsoru isə Endokrin Mərkəz Klinikası haqqında danışmaq istəyirəm. Hansı ki, endokrinoloji xəstəliklərin doğru düzgün müayinə və müalicəsinin aparıldığı məkan. Burada direktorluq və rəhbərlik isə cərrah Sadiq Bəbirova məxsusdur. Biokimyəvi hormonal testlərin aparılması üçün müasir standartlarla təchiz olunmuş laboratoriya və ultrason cihazlarına sahib olan bu klinikada eyni zamanda da fərqli xəstəliklərin də doğru düzgün müalicə və diaqnostikasını aparan həkim, peşəkar terapevt həkimlər çalışır. Ünvanı xatırlatmaq istəyirəm. Nərimanov ərazisi Heydər Əliyev mərkəzinin düz yaxınlığı İzzətdin Həsənoğlu 4A ünvanı. Əlaqə nömrələr 012 şəhər telefonlarından 514 45 01, 514 45 02. Mobil nömrələrdən hər iki operatordan 050 və 070 operatorlar üzərindən 210 23 44 nömrəli əlaqələr məhz birbaşa bizi endokrin mərkəz klinikasına əlaqələnir. Sizə də dərin təşəkkür edirik. Belə gözəl və peşəkar insanların çalışdığı bir müəssisəni bizlər üçün istifadəyə verdiyiniz üçün və keçid alaq mövzumuza. Doktor, biz elə az öncə də müasir psixoterapiyanın, psixiatriyanın, psixoterapevtik xəstəliklərin və eyni zamanda psixoloji pozuntuların müasir müalicə və diaqnostikasından danışdıq. Hansı ki, elə mövzumuzu da qoyduq. Dərmanları bildiyimiz kimi, siz də artıq az əvvəl məlumat verdiniz, bütün xəstəliklərdə keçərli deyil. Təbii ki, bunlar da istisna olunmur, ağırlaşmış durumlarda verilməlidir, hansı ki də mütləq də verilir və psixoterapevt seanslarda uyğulanma prosesi aparılanda bunların tabi olmamağı, ümumiyyətlə nə dediyimizi qavrama və dərk etmə nöqtəmiz bloklanıb, bunları açmaq lazım olduqda da dərmanlar istifadə olunur, amma müəyyən xəstəliklər var və faiz göstəricisi, bunlarda sadəcə psixoterapiyalar keçirilir. Hansı ki, ciddi və peşəkar texnikalar üzərindən irəliləmə məsələsi var. Və burada müəyyən cihazlar var ki, müəyyən aparatlar var ki, artıq bizim də mərkəzdə bu aparatlardan ikisini, hələ ki, ikisinin, çünki bu dəfəki səfərimizdə gətirə biləcəyim həm bir ölkədən müəyyən cihazların gətirilməsi ciddi və ağır xəstəliklərin müalicəsi üçün istəniləndə təbii ki, orada müəyyən bir limit olur. Mən gedib 10-15-20-sini də həmən istədim gətirəcək deyəcək bir şey yoxdur. Və həmin cihazlardan biz mərkəzə gətirdik. Artıq bundan sonra inşallah ki, bunların tətbiqinə də başlayacağıq. Amma biz bunu burada görüntüdə uşaqlar deyil, biz böyüklər üzərindən çalışmalarda istifadə olunacaq cihazlar gətirmişik. Deməli, bu maqnit stimulyasiya aparatları, iki aparatın ayrı-ayrılıqda funksiyaları var. Bununla təbii ki, həkim olaraq, peşəkar həkim olaraq bunların təqdimatın verilməsi və pasientlərə bu haqda məlumat vermək demək olar ki, bir növ sizin də öhdəlinizə düşüb də. Doktor, elə istəyirəm bu haqda siz danışasınız. Təşəkkür edirəm yenə də sualınız üçün. Ümumiyyətlə, çox qısa olaraq deyim ki, baxın, bu dəqiqə təşviş, həyəcan pozuntuları çox geniş yayılıbdır. O insanlar var ki, deyirlər xarakterində çox nigaran insandır, çox narahat insandır. Bir kəs harasa gedəndə o qayıdıb gələnə kimi özünə yer tapa bilmir. Daim insanın beyninə gələcəklə bağlı negativ fikirlər gəlirsə, özünün, doğmalarının, sevdiyi, dəyər verdiyi insanların başına hansısa bədbəxt bir hadisənin gələcəyindən qorxursa, narahatdırsa, təşvişli, həyəcanlıdırsa və yaxud da panik pozuntuda qəfil gələn ölüm qorxusu, infarkt olmaq, loru dildə üzr istəyirəm bu kəlməyə görə dəli olmaq qorxusu, şuurunu, ağlını itirmək, kontrolu, özünü idarə eləməyi itirmək, rüsvay olmaq, belə bir qorxusu, fobiyası, həyəcanı gəlir insana, ürək döyüntü artır,
tənginəfəslik, boğulma hissi olur, təzyiq qalxır, həmin anda şəkər yoxlansa qanda şəkər də qalxır, baş gicəllənmə, ürək bulanma, ayaq yoluna getmək istəyi, müxtəlif mədə-bağırsaqla bağlı bir hisslər, insanın o dumanlanma hissi, dünya ilə, reallıqla əlaqənin itirmək hissi, bunlar müşahidə olunur. Depressiyanın çoxlu qeyri-ənənəvi növləri, atipik depressiyalar, maskalanmış depressiya, gizli şəkildə gedən proseslər, hansı ki o ənənəvi hissləri artıq görmürük. İnsanlarda qidalanma pozulur, görürsüz, öz yeməyini kontrol eləyə bilmir, emosional qidalanma problemi yaranır, istəyir ki, yeməsin, ancaq özünü saxlaya bilmir, heç yediyi yeməkdən zövq almadan qidalanır və çoxlu artıq çəki toplayır. Yuxu problemləri, yatağa uzananda, yuxusu gəlir insanın, yatmaq istəyir. Yatağa uzananda bütün keçmişdə baş vermiş negativ hadisələr hamısı gəlir, düşür yadına, yuxu ərşi çəkilir. Və yaxud da gizli təşvişdə yatır, gecənin bir aləmi ayılır, sonra yuxuya gedə bilmir. Bəzən yuxudan ürək döyüntülərlə, qorxuyla qalxırlar və yaxud da obsessiv-kompulsiv pozuntu, hansı ki insanın öz istəyi olmadan, öz iradəsinə zidd olaraq beyninə negativ fikirlər gəlir ki, bunlar çox vaxt məsələn biədəb xarakter daşıya bilər, sevdiyi, dəyər verdiyi insanlarla bağlı, dini etiqadı olan insanların beyninə dinlə bağlı bu fikirlər gələ bilər. Halbuki insan bunu istəmir özü və yaxud da çox geniş yayılmış forması patoloji təmizkarlıq, vasvasalıq xəstəliyi deyirlər. Əllərini davamlı şəkildə yuyurlar, az qala evə gələn hər kəsi dezinfeksiyadan keçirdirlər və nəticə etibarilə bir müddətdən sonra adam nə özü çölə çıxa bilmir, nə evə kiminsə gəlməyini izin vermir və hətta rəsmi qaydada olaraq əlillik verilir buna görə. Yəni bu xəstəliklər çox təhlükəlidir. Elə panik atakın özündə bir müddətdən sonra daxili orqanların hər hansı biri sıradan çıxır. Çünki hər panik tutma zamanı müxtəlif o lor dildə stres hormonları deyək də, kortizolundan tutmuş, nələr qana ifraz olunur və orqanizm sıradan çıxır. Bütün bu xəstəliklərdən, bu simptomlardan, bu pozuntulardan, bu problemlərdən, sıxıntıdan əziyyət çəkən vətəndaşlar bilməlidirlər ki, bugünkü gün bizim mərkəzdə psixonevroloji problemlərin müalicəsi mərkəzində Ülviyə xanımın rəhbərliyi ilə biz bunu tam köklü müalicə eləyirik. Ola bilər siz əvvəllər başqa yerlərdə olmusunuz, müalicə sizi qane eləməyib. Çox vaxt baxırıq ki, diaqnozu belə səhv qoyulub. Axı çox bir-birinə oxşuyur. Şizofreniyanın bəzi növləri, obsessiv-kompulsiv pozuntunun bəzi növləri ilə bu diferensial diaqnostika çox çətindir. Bipolar pozuntunu borderline deyirlər, sərhəd önü pozuntuyla fərqləndirmək və nəyi bilməlidir vətəndaşlarımız? Bütün bu xəstəliklərin yaranmağının 3 əsas bir kökü var. Sanki o, baxın, xahiş edirəm tamaşaçılar baxsın, bax bu əşya 3 ayaq üzərində dayandığı kimi, bütün bu xəstəliklərin 3 əsas kökü var. Birinci, insanın ruhuyla, yəni psixi aparat, psixika sözündən qorxmayın, o ruh deməkdir, onunla bağlı olan. İkinci, neyrotransmitterlər, yəni insandakı neyromediatorlar ki, onların pozulmağı artıq sonradan yaranır. Vaxtında zamanında gəlsəz, ona görə həmişə deyirəm, biz heç bir dərman yazmarıq sizə, dərmansız müalicə eləyərik. Çünki həmin o serotonin, noradrenalin, dopamin pozuntusu zamanla tədricən yaranır adətən. İkinci səbəb budur. Üçüncü isə beynin neyrofiziologiyası, neyropsixoloji yanaşma, mərkəzlər, beyin strukturları. Bəli. Bax, bunu mən ona görə belə detallı danışdım ki, hər şey aydın olsun. Həkim, psixoloq olmayan insanlara aydın olsun ki, bu 3 yanaşma ancaq sizin xəstəliyinizi kökündən müalicə eləyə bilər. Baxın, o təqdim olunan müasir müalicə üsulu, o avadanlıqlar nə üçündür? Onun üçündür ki, məsələn, müxtəlif xəstəliklər zamanı, sadaladığımız müxtəlif əlamətlər zamanı beynin müxtəlif strukturlarında problemlər yaşanır. Və həmin o strukturlara biz artıq başqa bir müasir elmi avadanlığın, məsələn, transkranial maqnit stimulyasiyası necə təsir göstərir? Bizə lazım olan mərkəzlərin işini
bərpa eləyir. Bəli. Baxın, dediyim kimi, müxtəlif problemlərdə indi təbii ki, mən bunu tamaşaçılar üçün deyirəm də, mütəxəssislər üçün biz mühazirə aparmırıq ki, beynin alın payı, bunu çox eşidiblər də, prefrontal qabıq. Onun lazımdır işini bərpa eləmək, limbik sistem, qabıqaltı nüvələr, o qədər belə bir strukturlar var beyində ki, onlara təsir göstərmək lazımdır. Və bu təsiri də təbii ki, cərrahiyyə əməliyyatı eləyib, kəllə qutusunu kəsib girmək mümkün deyil. Bəli, olub, tarixən, bayaq dediyə vaxt olubdur ki, lobotomiya deyilən bir dəhşətli, qorxunc əməliyyat olubdur. İndi də bəzən o cəzalandırıcı psixiatriya deyilən bir yerdə o çəkic olaraq istifadə olunur. Yəni, çox dəhşətli bir şey. Ancaq indi bunlara heç bir ehtiyac yoxdur. Bax, gördüyünüz bu avadanlıqlar bizim efirdə mən istəyərdim ki, yenə onları davamlı şəkildə göstərilsin, insanlar bilsin. Sizin beyninizin insan əli dəyə bilməyən o incə toxumasında lazımi stimulyasiya və yaxud da ləngimə effektinə biz nail ola bilirik. Hazırda bizdə iki istiqamətdə fəaliyyət göstərən çox ən müasir və çox böyük bir faydalı iş əmsalı olan, faydalı iş əmsalı çox yüksək olan iki aparat fəaliyyət göstərir sizin sayənizdə. Vətəndaşlarımız bilsinlər ki, belə avadanlıqların hər hansı bir ölkədən çıxarılması, alınması, gətirilməsi böyük bir prosesdir. Bilirsiniz, həmin o ölkə hardan ki bunu alırsınız, onların müxtəlif sistemləri, səhiyyə sistemindən tutmuş gömrük sisteminə kimi nəzarətindədir ki, və xüsusi sənədlərlə onlar gətirildi. Sənədlər olmadan onların buraxılışına belə icazə verilməz. Çünki bunlar klinika şəraiti üçün orada iki formadadır. Biri var ev şəraiti üçün özünü istifadə edirsən, çox kiçik olur. Biri isə klinika şəraiti olduğuna görə həm oradan götürülən istehlakçı zavodun, fabrikin özünün bir məsuliyyəti var və ölkədən çıxışını artıq bizim brenddir deyə, məhz bu təmiz Çin brendidir deyə, başqa ölkənin brendi olsa alıb gətirmək çox rahatdır, amma öz brendinin də özünün məsuliyyətləri var. Mən onu da şahidi oldum, doktor. Yəni aldım, gətirdim deyil. Onlar hər kəsə də bunu vermir. Maraqlanırlar, əvvəla sən kimsən, nə işlə məşğulsan, bunu nə üçün istifadə edəcəksən, hansı xəstəliklərdə və bu xəstəliklərdə sənin anlayışın nə qədərdir, sən bunu aparırsan, burada insan həyatından söhbət gedir. Bilirik də, adi bir dərmanın belə dozunu yazan artıq bir həkim bir depressiya xəstəsinə ağır, ciddi zərbə vura bilər və yaxud da əksini az yazan bir şey olduğu vəziyyəti daha da gərginləşdirir. Ona görə orada meyarlar o qədər çoxdur ki, mən bunu şəxsən həmin o, belə deyək də, zavodun özündən mən danışaraq oradan bunu götürülməsinə nail olduq və şükürlər olsun ki, bizdə alındı. Hətta orada 4 günlük, çünki zamanımız da o qədər çox, 4 gün hesablasaq günə hardasa bir 6 saat onun təlimini mənə öyrətdilər və onun tam istifadə qaydasına sahiblənən biri kimi o məsuliyyəti də üzərimə aldım və xüsusi sənədlər var ki, o sənədlərdə artıq biz buna bu funksiyaları öyrətdik, artıq bunun istifadə edə biləcək haqqına sahibdir deyəcək. Ona görə də hər etdiyimiz, baxın, doktor da danışdığı hər kəlməmizin məsuliyyətini daşıyırıq, hər etdiyimiz belə də gördüyümüz işlərin məsuliyyətini daşıyırıq və bu ciddi bugünün aktual olan iki meyarı üçün yuxusuzluq və kəskin baş ağrıları, miqren ağrıları qədər olan ağrıların bərpasına istiqamətlənən bir cihaz. Çox geniş spektrdə. Bəli, və ikinci biz dediyimizdir, təşvişdir, depressiyadır, panikadır. Bu obsesiyanın içində nə qədər depressiya, panika, təşviş elə onun içində var. Bu depressiya neçə xəstəliklərdə yox deyil ki və bunların aradan götürülməsi, insanın beyində biz dedik də, beyin strukturunda müəyyən dəyişikliklər və beynin funksional pozunluğu, bunların bərpasında müstəsna rolu olan və bunu mən aylardır araşdırdım, axır bu aparatların məhz xidməti var deyə, böyük təsiri var deyə gətirdi. İnşallah ki, yararlı olar və bundan yararlanan insanlar da bunun nəticəsini görər. Çünki bunu da peşəkar insanlar həyata keçirəcəklər. Bizim telefon xəttində tamaşaçımız var, zəngimiz var. Bir də bu zəngdən sonra mən nəyə qayıdacağım? Doktor, bizim o dediyimiz o bilincli insanların beyin strukturunda gedən müəyyən bir, belə deyək də, fəsadları bəzən beynin funksional pozuntularını eyniləşdirirlər. Siz ona görə danışanda dediniz ki, ona görə danışırlar.
danışıram ki, siz bunları bilin, ayırt edin. Kimlər, nədən və nə haqda danışır deyə bunları eyniləşdirən, eyni diaqnoz bilən, çox təəssüf olsun ki, dırnaq arası peşəkarlarımız da var. Telefon xəttinə tamaşaçımız var. Eşidək sizi, hər vaxtınız xeyir olsun. Buyurun. Salam aleyküm. Əleykümə salam. Doktora sualım var idi, mi? Bəli, buyurun. Doktor, bu məcbur yatmaq nədəndir? Əleykümə salam, mən dəqiqləşdirim. Sizin, yəni gün ərzində yuxunuz mu gəlir? Yəni yuxuya meyillilik var sizdə, yoxsa axşam yatmaq probleminiz var? Biraz zəhmət olmasa... Yox, günüzlər məcbur özümü yatızdırmaq istəyirəm, yatam elə bir bezirəm da, elə deyək. Aha, başa düşdüm. Bəs gecə yuxunuz necədir? Gecə də belə də normaldır, gecə normaldır. Aha, gecə normaldır. Üzr istəyirəm, neçə yaşınız var deyə bilərsinizsə əgər? 33. Hə, çox gəncsiniz. Nə qədər müddətdir siz bu vəziyyətdən əziyyət çəkirsiniz? Hardasa 2 ildir. Aha, 2 ildir. Tamam, təşəkkür edirəm. Təşəkkür edirik zənginizə görə. Bizim digər zəngimiz də var. Vaxtımızda da az qalıb. Biz telefon xəttində biz danışdıq deyə, mövzu gətirdi deyə tamaşaçılar tam qoşa bilmədi. Məcburan düzmü anladım. Çünki redaktorumuz da mənə yeni növbəti zəng var dediydi. Yəni məcbur özünü yatızdırmaq. Bu nəyin tələbatı olsun ki, insan özünü məcbur? Deyim sizə, təbii ki, burada biz gərək pasiyentlə heç olmasa bir dənə müayinə aparaq, detallı, aydın olsun bizə. Bəli, bəli. Təbii ki, mərkəzimizə təşrif buyura bilərsiniz. Biz sizi dəvət edirik. Çünki real insan üzərindən analiz olunmadan, analiz toplamadan da nəysə demək də çətindir. Bunun altında ciddi səbəblər yatır. İkinci zəngimizi də qoşaq. Sizi də eşidək. Hər vaxtınız xeyir olsun. Buyurun. Salam, salam. Əleykümə salam. Deməli, bilirsiniz, içki normal insandır, amma içki içmək alüdəkisidir. Alüdəki də demək olmaz. Demək olar ki, bilirsiniz necədir? İçkini içəndə əsəbləri pozulur, elə bilin ki, özünə ələ ala bilmir, içir, dayana bilmir. Sizin psixoterapiyaza ehtiyac var. O necə sizlə əlaqə saxlamaq olar, necə gəlmək olar, kömək eləmək iqtidarında ola bilərsinizmi, kömək eləyə bilərsinizsə çox gözəl olar. Sizə üzr istəyirəm, ailə üzvünüzdən kimdir? Oğlumdur. Oğlunuzdur, aha. Təşəkkür edirik zənginizə görə xanım. Əlaqə saxlamaq, elə yığdığınız nömrədən efir sonrası da geri dönüş edərək yığsaz, təbii ki, birbaşa sizə ünvan, zaman da ayarlaya bilərik. Doktorlarımız elə klinikada hər gün saat 9-dan axşam saat 8-9-a bizim elə klinikada ən gec çıxan və o saatlara qədər seans keçən Elmir doktordur. Gələ bilərsiniz. İçkinin avtonom sinir mərkəzinin tamamən bərbad olunması məsələsindən gedir yəqin ki. Bəli, buyursun tamaşaçılarımız hər ikisi və digər bizi seyr edən tamaşaçılar da ekranda gedən elə sənin seçiminin əlaqə nömrəsi ilə, televiziyanın nömrəsi ilə əlaqə saxlasınlar. Çünki bəli, o etil spirtinin o qədər fərqli təsir növləri var ki, insan orqanizminə və onu təbii ki, müalicə eləyirik ən müasir metodlarla və elə birinci tamaşaçıda da bilirsiniz, hipersomniya əlamətləri də var, amma eyni zamanda orada bir elementdədir, özümü yatızdırmazdım. Sanki bu həyatdan qaçış, depressiv. O nəyin acıdır ki, insan yatızdırsın? Demək ki, nədənsə qaçış, qurtuluş məsələsi var orada ki, biz onu tapa bilmirik. Təbii ki, hər iki zəm vuran tamaşaçımızda problem təbii ki, ciddidir. Biz adi bəsit bir göstəriciyə problem demirik. Bunlar təbii ki, problemdir. Bununla bağlı həkim yanında olmaq daha gözəldir. Psixoterapiyanın təbii ki, bu bir alkoqol asıllığıdır. Asıllıqdan qurtarmaq üçün müstəsna təbii ki, bir qızıl standart psixoterapiya sayılır. Ona görə də bunun yan təsirləri olmadan daha çox müsbət təsirləri var. Burada da müalicəmizi əldə edə bilərik və sizə təbii ki, həmin nömrəyə geri dönüş edərək birbaşa
birbaşa görüşmək və qəbula yazılmaq fürsəti də imkanı da yaradırıq. Doktor, dərin təşəkkür edirəm. Bu dəyərli o zamanınızın, bir saatınızı bizimlə bərabər keçirdiniz. Çox ciddi, sağlam mesajlar ötürdük insanlara. Ümidvaram ki, problemlər heç bir zaman bitməyəcək. Nə qədər ki, insan var, o qədər də problem olacaq. İstənilən yaşadığımız vəziyyət, həyat şəraiti, qarşılaşdığımız durumlar, situasiyalar bizi hər an psixoloji problem, pozuntu və psixi xəstəliyə qədər apara biləcək bir reallıqdır. Yəni, bundan heç kim sığortalanmayıb və bundan da özüm qurtularam deyə bir anlayış yoxdur. Bununla məşğul olan, illərini buna peşəkarlığa verən insanlar var ki, həmin mütəxəssislər bizi bu vəziyyətdən qurtara bilər. Hər zaman qulluğunuzda və xidmətinizdəyik. Hər bir insana sağlam can və sağlam ruh arzudur. Çünki psixologiya da ruhsal dünyanı öyrənən bir elmdir. Sabah eyni vaxtda fərqli mövzuyla görüşmək ümidi ilə salamat qalın. Sağ olun. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Sponsor Endokrin Mərkəz.